Kvemokartli bölgəsinin qubernatoru Georgi Doktorishvilinin vəzifəsindən getməsi və müavini Georgi Şinçikaşvilinin istefasından sonra müxalifət bölgənin ən strateji şəhərlərindən biri sayılan Marneolidə də ciddi kadr dəyişikliyinin olacağını istisna etmir. Hökumət əleyhdarları iddia edirlər ki, yaxın vaxtlarda Marneoli meriyasında da dəyişikliklər gözlənilir. Onların sözlərinə görə Şinçikaşvilinin istefası bu prosesin başlanacağı olub və növbəti mərhələdə Marneoli meri Kenan Ömərovla yanaşı Bələdiyyə Məclisinin sədri Amiran Georgadzenin də vəzifələrindən uzaqlaşdırılması gündəmdədir. Vahid Milli Hərəkat Partiyasının Marneoli Bələdiyyə Məclisindəki deputatı Ramal Əhmədovun sözlərinə görə istefaların dalğası Marneoliyə də gələcək və Marneoli meri həmçinin Bələdiyyə Məclisinin sədri də vəzifələrindən uzaqlaşdırılacaq. Artıq bir neçə gündür ki, Gürcü Arzu Partiyasında böyük krizislər baş verir və bu onu göstərir ki, bir həftə 10 gün bundan öncə Kvemokartlinin qubernatoru istefa verdi və dünən onun müavini Şinçikaşvili istefa verdi. Bugün Batumi meri istefa verdi. Bu dalğa Marneoli rayonuna da gələcək və bu onu göstərir ki, Marneoli rayonunun meri də, Sakrebulonun sədri də, bunlar da az bir vaxtda istefaya gedəcəklər. Və bu Rus Arzusu Partiyasında böyük bir krizisdir, çox böyük krizisdir. Meqobar aktından bağlı. Bir daha vurğuluyorum ki, bu istefalar, hətta KGB-nin belə Sun rəisi belə istefa verdi. Onun da burada yerlərdə adamları var, nümayəndələri var. Onlar da sayılı bir günlərə istefaya gedəcəklər. Bir daha da onu vurğuluyorum ki, həftə sonuna gözləyin ki, Kvemokartli qubernatoru özünə müavin təyin ediləndən sonra, müavinlərini təyin ediləndən sonra və Marneoli meriyasında böyük bir xaos yaranacaq. Böyük bir xaos yaranacaq. Çünki bu onun göstəricisidir ki, klan dağılır artıq. Marneoli rayonunda da klan dağılır. Siyasi fəal Əhməd İmamquliyev də kadr dəyişikliyinin olacağını istisna etmir. Kvemokartlinin qubernatorunun müavini Şinçikaşvilidir ki, artıq istefaya getdi qubernator dəyişəndən sonra və ondan sonra biz izlədik və gördük ki, artıq Batum kimi böyük şəhərin meri istefa verdi və bundan sonra daha çox istefalar təbii ki gözlənilir. Çünki hər kəs qorxur və istəyir ki, yığdığı bu 14 il ərzində yığdığı rüşvətdən topladığı pulları saxlaya bilsinlər. Amma mən düşünürəm ki, təbii ki, sanksiyalardan bunlar qaça bilməyəcəklər. Və eyni zamanda kadr dəyişiklikləri gözlənilir. Çünki hər kəs çox yaxşı bilir ki, Şinçikaşvili Kvemokartlidə, xüsusən qeyri belə deyərdim ki, rəsmi olaraq dövlət təhlükəsizliyi ilə birbaşa əlaqədə olan və buradakı kadrları təyin edən və onların arxasında duran şəxs idi. Marneoli bələdiyyəsində tikilən binaların belə deyərdim ki, hətta biz qeyri-rəsmi olaraq hər kəs bilir ki, orada verilən rüşvətlər, alınan rüşvətlərin arxasında duran o və Marneolidəki nümayəndəsi təbii ki, Amiran Georgadze və Kenan Ömərov idi və mən düşünürəm ki, bundan sonra elə görünür ki, Kenan Ömərov da istefa verə bilər ki, özünü həbsdən qorusun, qaçsın və Amiran Georgadze də ola bilsin ki, arxa plana keçə və qarşıdan gələn yerli seçkilərlə birlikdə əgər parlament seçkiləri olsa və müxalifət bura qarışsa, o zaman mən düşünürəm ki, adını qeyd etdiyimiz bu şəxslər artıq nə siyahidə, nə də Gürcü Arzusunun belə deyərdim ki, üzvü olaraq da heç iştirak etməyəcəklər. Məsələ ilə bağlı Marneoli meri Kenan Ömərov və Bələdiyyə Məclisinin sədri Amiran Georgadze ilə mobil telefon vasitəsilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalıb. Eyni cəhd parlamentin Marneolidən olan üzvü Zaur Darğalıya da edilib, lakin o da zənglərə cavab verməyib. Qeyd edək ki, 13 may tarixində Batumi meri Arçil Çikovani istefa verib. Ondan öncə Kvemokartli qubernatoru vəzifəsindən uzaqlaşdırılıb. 12 may tarixində isə qubernator müavini Georgi Şinçikaşvili vəzifəsindən ayrıldığını bəyan edib. Bütün bunlarla yanaşı 14 may tarixində ölkənin əsas turizm şəhərlərindən biri olan Kobulet meri vəzifəsindən ayrılıb.